Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ve sellim ve barik ala abdika ve rasulika Muhammed ve ala alihi ve sahbihi ecma'in emmə ba'd. Bugünkü dərsimiz inşallah əziz qardaşlar Allahı zikir etmək barəsində olacaq. Zikir əzəmətli ibadətdir. Allah subhanahu və teala Qur'anda özünü zikir etməyi bizə əmr edib. Və zikirdən qafil qalmağı, yəni zikir etməməyi qadağan edib. İmam İbn Qeym rahimehullah özünün yazdığı Vabilus Sayb kitabında orada zikir barəsində çox gözəl məsələlərə toxunur. Lakin o məsələləri zikir etməyəcəm. Həmin o kitabda deyir ki, وَفِي الذِّكْرِ أَكْثَرُ مِنْ مِئَةِ فَائِدَةِ Allah'a zikir etməyin 100-dən çox faydası var. Allahu Akbar. Siz təsəvvür edirsiniz, əziz qardaşlar, Allahı zikir etməyin 100-dən çox faydası var. Həmin o kitabında o faydaları bir-bir qeyd edir, bir-bir zikir edir, danışır o faydalar barəsində. Mən istədim onu sizlərə danışım. Lakin o keçməmişdən qabaq mövzuya bir məsələni qeyd edim. Allah'a zikir deyəndə nə qəsd edilir? Yəni, hansı zikirlər qəsd edilir? Bütün ibadətlər zikirdir. Burada xüsusi dillə olunan zikirlər qəsd edilir. Və hansı zikirlərdir? Səhər axşam yatarkən, Əhsən. Bütün nə qədər zikir varsa gün ərzində edilən, məsələn, səhər axşam zikirləri, namazdan sonra edilən zikirlər, namazda olan zikirlər, yatarkən edilən zikirlər, düzdür? Məsələn, ayaq yoluna daxil olanda, ayaq yolundan çıxanda, yemək yeyəndə, yeməkdən sonra gün ərzində, gündəlik nə qədər zikirlər ki var, nususda varid olub, o zikirləri etmək qəsd edilib. İstər ümumi zikirlər olsun, qeydsiz, vaxtsız, ümumən. Kim belə deyərsə, məsələn, kim Subhanallahi və bihamdihi deyərsə, kim La havlə və la quvvətə illə billah zikrini deyərsə, kim 100 dəfə Subhanallah deyərsə, yaxud qeydlə kim səhər bunu deyərsə, kim 7 dəfə bunu deyərsə, kim salavat deyərsə, ümumən müsəlmanın etdiyi zikirlər hamısı bura daxildir və o zikirlərin faydası barəsində İmam İbn Qeym rahimehullah deyir ki, zikrin, Allahı zikir etməyin emin 100-dən çox faydası var. Mən deyirəm, siz bir-bir inşallah yadda saxlayın, hamımız faydalanaq. Ənəhu yətrudu şeytanə və yəqmə'uhu və yəksiruhu əv yüksiruhu. Şeytanı qovur, onu məğlub edir və sındırır. Zikir etmək. Ənəhu yurdir Rəhmən əzzə və cəllə. Rəhman olan Allahı razı salır. Zikir etmək Allahı razı salır. Yəni Allah zikir edən bəndəsindən razı qalır. Ənəhu yuzilul həmmə vəl qəmmə anil qalb. Qəlbdən qəmi, kədəri aparır. Ənəhu yəclibu lil qalbi əl-fərah və surur vəl-bast. Qəlbə sevinç, fərəh və genişlik gətirir. Zikir etmək. Beşincisi, indi siz istəyirsiniz sayın, mən burada qeyd edəcəm, hər bir halda qeyd etmişəm, 30-dan biraz çoxdur. Beşincisi, ənəhu yuqavvi əl-qalb vəl-bədən. Qəlbi və bədəni qüvvətləndirir. Allah'a zikir etmək. Altıncısı, ənəhu yunavviru əl-vəchə vəl-qalb. Üzü və qəlbi nurlandırır. Yedincisi, ənəhu yeclibur rizq
ruzini cəlb edir. Cəlb edir nə deməkdir? Gətirir. Ruzini cəlb edir. Ənəhu yurithuhu əl-məhəbbə əlləti hiyə ruhul İslam və mədaru səadəti və nəcəh. İnsanın qəlbində məhəbbət oyadır. Kimə qarşı? Allaha. O məhəbbət ki, İslamın ruhudur. Dinin özəyidir, səadət və qurtuluş mərkəzidir. Və qad cəalallahu li kulli şeyin səbəbən. Allah subhanahu wa ta'ala hər bir şey üçün nə qoyub? Səbəb. Və cəalə səbəbəl məhəbbəti dəvamət zikri. Məhəbbətin səbəbini isə davamiyyətli şəkildə zikr etməkdə qoyub Allah subhanahu wa ta'ala. Hər bir şeyin səbəbi var. Bir şeyə çatmaq üçün səbəb qoyub Allah. Özünün məhəbbətinə nail olmaq üçün səbəb zikri qoyub. فَمَنْ أَرَادَ أَنْ يَنَالَ مَحَبَّةَ اللّٰهِ عَزَّ وَجَلَّ فَلْيَلْهَجْ بِذِكْرِهِ. Kim Allahın məhəbbətini qazanmaq istəyirsə onu çox zikr etsin. 9-cu أَنَّهُ يُورِثُهُ الْمُرَاقَبَةِ حَتَّى يُدْخِلَهُ فِي بَابِ الْإِحْسَانِ. Zikir insana Allahın nəzarəti altında olduğunu hiss etməyi qazandırır. Buna muraqabə deyirlər. Zikr etmək nə qazandırır sənə? İnsan özünü Allahın nəzarəti altında hiss edir və onu ehsan məqamına daxil edir. Və ya'budullaha kəənəhu yarahu. Allaha elə bir şəkildə ibadət edir ki, o insan sanki Allahı görür. Və la səbilə lil-ğafili ani-zikri ilə məqamil ihsan. Zikirdən qafil olan bir insanın ehsan məqamına çatması mümkün deyil. Kəmə la səbilə lil-qaidi iləl-vusuli iləl-beyt. Necə ki, yerində oturan bir insanın evinə çatması deyir, mümkün olmadığı kimi. 10-cu, ənəhu yurithuhul inəbə və hiyyər-rucu'u ilallah. İnsanın qəlbində inəbə oyadır. İnəbə kim bilir, kim eşidib? Allaha tərəf qayıtmağı, qayıdış. İnsanın qəlbində bunu oyadır. İnsan Allahı çox zikr etdikcə qəlbi hər bir halda deyir, ona yönəlir, qayıdır Allaha, uzaq düşə bilmir Allahdan. Ənəhu yurithuhul qurba minhu. Zikr insana Allaha yaxınlığı qazandırır. Yəni, İnsan nə qədər Allahı çox zikr edəcəksə, bir o qədər Rəbbinə yaxın olacaq. Və burada İbn Qayyim deyir ki, فَعَلَى قَدْرِ ذِكْرِهِ لِلّٰهِ عَزَّ وَجَلَّ يَكُونُ قُرْبُهُ مِنْهُ. İnsan Allahı nə qədər çox zikr edərsə, bir o qədər ona yaxın olar. وَعَلَى قَدْرِ غَفْلَتِهِ يَكُونُ بُعْدُهُ مِنْهُ. Nə qədər qafil olarsa, bir o qədər Allahdan uzaq düşər. Yəni, zikirdən qafil olmasının miqdarında insan Rəbbindən uzaqlaşır. Və zikr etməyin qədərində insan Rəbbinə yaxın olur. 12-ci, ənəhu yəftəhu ləhu bəbən azimən min əbvabil mərifə. Zikir insanda mərifət qapısını açır. Burada mərifət deyəndə nə qəsd edilir? Allahı tanıma. Mərifət qapılarından əzəmətli böyük bir qapı açır. Və kulləmə əksərə minəz-zikri izdadə minəl-mərifə. İnsan nə qədər çox zikr edərsə, Allahı tanıması bir o qədər də artar. 13-cü, ənəhu yurithuhu zikrallahi təalə ləhu. Zikir, Allahın öz bəndəsini xatırlamasına səbəbdir. Bu cümlə necə başa düşülür? Zikir səbəbdir ki, Allah səni xatırlayır, yad edir. Sən zikr edirsən, onu yad edirsən, səbəbdir ki, Allahın səni yad etməyinə. Allah subhanahu wa ta'ala buyurur, fəzkuruni əzkurkum. Siz məni yad edin, yəni məni zikr edin, mən də sizi yad edim. İmam İbn Qayyim rahimehullah bu faydanı deyəndə gözəl bir söz deyir. Deyir ki, zikrin başqa heç bir fəziləti olmasaydı, təkcə bu fəzilət onun şərəf və üstünlüyünə kifayət edirdi. Yəni zikrin bu faydaları yoxdur, hansı ki zikr edirəm. Bunların hamısını saxlayaq deyir. Yeganə tək bu fayda olsaydı ki, zikr etmə səbəbdir, Allah da səni yad edir. Bəs edərdi ki, zikr nə qədər şərəfli, nə qədər üstün bir şeydir.
Allahın Rəsulu Muhammed sallallahu aleyhi və səlləm Rəbbindən rivayət edir ki, Allah subhanahu və teala belə dedi, yəni qüdsi hədisdir. Mən zəkarani fi nəfsihi, zəkartuhu fi nəfsi. Kim məni öz nəfsində zikr edərsə, mən onu öz nəfsimdə zikr edərəm. Deməli, zikir səbəbdir ki, Allah Taala səni zikr edir. Və mən zəkarani fi mələin, zəkartuhu fi mələin xeyrin minhum. Kim məni bir məclisdə zikr edərsə, mən də onu onlardan daha xeyirli bir məclisdə zikr edərəm. 14-cü, ənəhu yurisu həyətəl qalb. Ənəhu yurisu həyətəl qalb. Qəlbin həyatını oyadır. Qardaşım, bədənin həyatı yoxdur? Var. Qəlbin də həyatı var. Zikir onu oyadır deyir. Qəlbin həyatını oyadır. Və səmi'tu Şeyxəl İslam İbn Teymiyyə qaddəsallahu ruhahu yaqul. Bir gün eşitdim ki, İbn Teymiyyə belə dedi. Əz-zikru lil qalbi mislul ma'i lis-səməki. Zikrin qəlbə olan təsiri suyun balığa olan təsiri kimidir. Fəkeyfə yəkunu halu-səməki idə faraqal mə. Balığı sudan ayıranda nə baş verir? Necə hal olur? Ölür. Demək istəyir, qəlbi zikirdən ayıranda o qəlb ölür. Əksi də nədir? Zikir qəlbin həyatını doğdurur. 14-cü, ənəhu qutul qalb və ruh. Zikir qəlbin və ruhun qidasıdır. Qut qidadır. فإذا فقده العبد صار بمنزلة الجسد إذا حيل بينه وبين قوته. Əgər bəndə bu qidadan məhrum olarsa, onun halı bədənlə qidası arasına maniyə qoyulmuş bir insanın halına bənzəyər. Başa düşüldü? Dayıb. Və hadartu, bu fayda altında İmam İbn Qayyim Rahiməhullah bu sözü deyir. Və hadartu Şeyxəl İslam İbn Teymiyyə mərrətən. Bir gün deyir, İbn Teymiyyənin yanına gəldim. Salləl fəcra, sübh namazını qıldı. Thumma cələsə. Sonra oturmuşdu. Yəzkurullaha Teala ilə qaribin min intisafin nahar. Gündüzün, yəni günəş çıxana qədər, yəni səhər namazından sonra oturub, günəş çıxana qədər Şeyxülislam İbn Teymiyyə zikr edir. Thumma iltəfətə ileyyə. Sonra mənə tərəf çöndü. Və qal. Dedi ki, həzihi qadvəti. Bu mənim səhər yeməyimdir. Yəni qidamdır, yəni. وَلَوْ لَمْ أَتَغَدَّ هَذَا الْغِذَاءَ سَقَطَتْ قُوَّتِ. Əgər mən bu qida ilə qidalanmasaydım, qüvvəm düşərdi, deyir. Yəni gün ərzində halsız, taqətsiz olardım, yəni. Səhər-səhər qidalanıb, bal, yağ yeməklə, yox, nə ilə? Zikirlə. Əgər bu qida ilə qidalanmasaydım, indi deyir, mən gün ərzində halım düşərdi, taqətdən düşmüş olardım. Və qaləli mərrətən. İbn Qayyim deyir ki, bir gün mənə belə dedi. Kim? İbn Teymiyyə. La ətruku zikra illə biniyyətin icmami nəfsi və irahətihə li əstəiddə bitilkə rahəti ilə zikrin əxar. Mən deyir, zikri yalnız nəfsimi bir qədər dincəltmək və ona rahatlıq vermək niyyəti ilə tərk edirəm. Ki, həmin istirahətlə başqa bir zikrə hazırlaşım. Nə başa düşüldü, Emil? Şeyxülislam İbn Teymiyyə zikir tərk edir. Arada bir. Hərdən tərk edir. Niyə? Növbəti zikrə sanki güc yığmaq üçün, rahatlaşmaq üçün. Dincəlir, həmin o ara verməklə, növbəti zikir üçün. 16-cı, ənəhu yəhuddul xataya və yuzhibuha. Zikir günahları silir və onları aradan qaldırır. Fə innə min ə'zamil həsənət. Çünki zikir ən böyük, ən əzəmətli həsənətlərdən hesab edilir. Həsənətlər də nədir? Ayə əsasən innəl həsənəti yuzhibnə seyyiət. Yaxşılıqlar, həsənətlər pislikləri aparır. Zikirdə ən əzəmətli həsənətdir. Ona görə zikir xətaları aradan, günahları silib xətaları aradan qaldırır.
17-ci ənəhu yuzilul vahşətə beynəl abdi və beynə rabbihi təbaraka və teala. Zikir insan ilə Rəbbi arasındakı olan vəhşət aparır. Vəhşət bilirsiniz nədir? Yadlıq, uzaqlıq. İnsan Rəbbindən uzaq düşəndə sanki bir vəhşət yaranıb. Rəbbi ilə arasında uzaqlıq var, yadlıq var. İmam İbn Qeym deyir ki, onu aparır deyir. فَإِنَّ الْغَافِلَ بَيْنَهُ وَبَيْنَ اللّٰهِ عَزَّ وَجَلَّ وَحْشَةً لَا تَزُولُ إِلَّا بِالذِّكْرِ. Çünki qafil olan insanla Allah arasında bir vəhşət vardır. Və bu yalnız zikirlə aradan qalxır. 18-ci. Ennel abdə İzə təarrafə ilallahi teala bi zikrihi firraha arafahu fi şiddə. İnsan rahatlıq və firavanlıq zamanlarında Allah'a zikr etməklə ona yaxınlaşarsa, ona tanınarsa, Allah da onu çətinlik anında tanıyar. Yəni, ona xüsusi lütf və yardım göstərər Allah subhanahu və teala. Bu faydanı necə başa düşürsün Emil? Kim Allah'a xoş güzaranında tanınarsa, yəni hər şey gözəl olanda, yaxşı olanda, normal olanda, firavan vaxtı, sən Allah'a tanınarsansa, yəni onu çox zikr edərsənsə, o şiddətli hallar olur, vaxtlar, fitnəli vaxtlar, çətin anlar. Onda Allah tanıyar səni. Onda Allah Taala səni dadıva çatar, yardım edər, lütf edər sənə subhanahu və teala. Haçan sən hər şey yaxşı olanda Allah'ı zikr edib tanıyarsansa. Bu fayda başa düşüldü. Çox əzəmətli faydadır İbrahim. 19-cu ənəhu yunci min azabillahi teala. Zikir Allah'ın əzabından qurtuluşa səbəbdir. Zikir Allah'ın əzabından qurtuluşa səbəbdir. Kəmə qalə Muazun radiyallahu anhu. Sahabə Muaz radiyallahu anhu deyir ki, mə amilə ədəmiyyun əmələn əncə min azabillahi azze və cəllə min zikrillahi teala. Adəm övladı zikir kimi ikinci bir şeylə Allah'ın əzabından özünü qorumamışdı deyir. Adəm övladı zikir kimi özünü Allah'ın əzabından ikinci bir şeylə qorumamışdı. 20-ci ənəhu səbəbun li tənzili səkinə və ğişyani rəhmə və hufufil mələikə bizzəkir. Allahu Akbar. Zikir qəlbə sükunətin, sükunət nədir? Rahatlıq, sakitçilik, nazil olmasına, rəhmətin bürüməsinə və mələklərin zikr edən şəxsi əhatə etməsinə səbəbdir. Kəmə əxbara bihin nəbi sallallahu aleyhi və səlləm. Necə ki, bu barədə Peyğəmbərimiz xəbər verib. 21. Zikir ənəhu səbəbun liiştiğalil lisani anil ğibə vəl-nəmimə vəl-kəzib vəl-fuhşi vəl-batil. Zikir səbəbdir nəyə? Dili qeybətdən, söz gəzdirməkdən, nəmmamlıq, yalandan, çirkin sözlərdən və batil danışıqdan məşğul edib uzaqlaşmağa səbəbdir. Nə deməkdir bu fayda? Yəni demək istəyir ki, zikr edən insan Allah'a zikr edərsə, bu səbəb olar. Dili bu kimi şeylərdən uzaq olar. Yəni Allah'a zikr edən, zikr etmək səbəbdir ki, səni bu kimi şeylərlə məşğul etmir. Bu kimi şeylərlə məşğul olmursan. Başın bu kimi şeylərə qarışmır. İbn Qeym deyir ki, فَإِنَّ الْعَبْدَ لَا بُدَّ لَهُ مِنْ أَنْ يَتَكَلَّمْ. İnsan labüddür, danışmalıdır deyir. Hər bir insan labüddür ki, danışsın. Düzdür? فَإِنْ لَمْ يَتَكَلَّمْ بِذِكْرِ اللّٰهِ تَعَالَى وَذِكْرِ أَوَامِرِهِ تَكَلَّمَ بِهَذِهِ الْمُحَرَّمَاتِ أَوْ بِبَعْضِهَا. Əgər Allah'ı zikr etməsə, insanın dili danışmalıdır, insan danışmalıdır, düzdür, labüddür. Əgər zikir etməsə və Allah'ın əmr etdiyi şeyləri danışmasa, labüddür ki, o haramlardan bəzisinə düşsün.
Və la səbilə ilə səlaməti minhə əlbəttə illə bi zikrillah. O haramların hamısından salamat qalmaq üçün ən yaxşı yol deyir Allahı zikr etməkdir. Yəni dil zikirlə məşğul olacaqsa, vallahi o haramlara düşməyəcək. İnsan zikirdən boş qalır. Zikir etmir Allah İbrahim. Görmürsünüz, söyüş də söyür. Və pis şeylər də danışır. Zikr etmir Allahı. Dili boş qalıb. Dili zikr etsəydi Allahı, bu səbəb olardı, o kimi şeylərlə məşğul olmazdı, deyir İmam İbn Qeym rahimehullah. Çünki labüddür ki, danışsın insan. Ya budur, ya da budur. Vəl-müşahədətu və təcribətu şahidani bidəlik. Müşahidə və təcrübə buna şahiddir, deyir. Kim dilini Allahın zikrinə alışdırarsa, Allah onun dilini batil və faydasız sözlərdən qoruyar. Demək istəyir ki, müşahidə və təcrübə, yəni görünüb insanlarda bu. Kim dilini Allaha zikr etməyi öyrəşdirərsə, kim dilini Allaha zikr etməyə öyrəşdirərsə deyir, təcrübə və müşahidə buna şahid demin. Şahid olmuşuq deyir. Allah subhanahu wa ta'ala onu deyir, onun dilini batil və faydasız sözlərdən qoruyur. Kiminsə dili deyir, Allahın zikrindən quru qalarsa, nə deməkdir? Zikr etməzsə, onun dili deyir, hər cür batil, boş və çirkin sözlərlə islanar. Yəni, məşğul olar. 22-ci. Ənəhu yuəmminul abdə minəl həsrəti yevməl qiyamə. Zikir insanı qiyamət günü peşmançılıqdan qoruyur. Qiyamət günü qardaşım bir peşmançılıq olacaq. Zikir səni ondan qoruyur. Necə? فَإِنَّ كُلَّ مَجْلِسٍ لَا يَذْكُرُ الْعَبْدُ فِيهِ رَبَّهُ تَعَالَى كَانَ عَلَيْهِ حَسْرَةً وَتِرَةً يَوْمَ الْقِيَامَةِ. Çünki insanın Rəbbini zikr etmədiyi hər bir məclis qiyamət günü onun üçün peşmançılıq və böyük bir itki olacaqdır, deyir. Sən zikr edəndə özünü o həsrətdən nə edirsən? Əmin saxlayırsan. Elhamdülillah biz zikr etdik. Mən qiyamət günü o həsrətdən özümü salamat saxladım. Ona görə insan hər hansı bir məclisdə oturanda çalışmalıdır ki, az da olsa Allah zikr edilsin, Allah zikr olunsun, orada Allah zikr edilsin oturanlar. Hətta qiyamət günü o məclis həsrət məclisinə çevrilməsin. Dünyadan danışırsan, başqa şeylərə görə yığışmısınız, məclisdir. Heç olmasa axırda kimsə xatırlama etsin, məclis əhlindən kimsə Allaha zikr etsin orada ki, o məclis qiyamət günü peşmançılığa, həsrətə çevrilməsin. 23-cü. Ənəhu mə'al bukai fil xalva səbəbun li izlalillahi ta'aləl abdə yevməl harril akbar fi zilli arşihi. Allahu akbar. Zikir xəlvətdə Allah qorxusundan ağlamaqla birlikdə insan xəlvətdədir. Zikr edir, Allah qorxusundan ağlayır. Yəni zikir xəlvətdə Allah qorxusundan ağlamaqla birlikdə deyir. Böyük istinin olduğu gündə, qiyamət günündə ərşin kölgəsində kölgələnməyə səbəbdir. Hansı ki, o vaxt insanlar günəşin hərarəti, istiliyi içərisində dayanacaq. Amma zikr edən Rəhmanın ərşinin kölgəsində kölgələnəcək. Subhanallah. 24-cü. Ənəhu əysərul ibadət və huvə min əcəllihə və afdalihə. Zikr ibadətlərin ən asanıdır və eyni zamanda ən dəyərli və ən fəzilətli ibadətdir. İbadətlərin içərisində İbn Qeym deyir ki, ən asan ibadət zikirdir. Eyni zamanda deyir, ən dəyərli və ən fəzilətli ibadətdir, deyir. Fə innə harakətəl lisani əxaffu harakətil cəvarih və əysəruhə. Çünki dilin hərəkəti bədən üzvlərinin bütün hərəkətlərindən daha yüngül və daha asandır, deyir. Elə deyil. Əli tərpətmək, ayağı tərpətmək, başı tərpətmək asandır, yoxsa dili? Dil. Sümük yoxdur, rahat tərpədirsən. İmam İbn Qeym deyir ki, əgər insanın başqa bir üzvü gecə-gündüz dili qədər hərəkət etsəydi,
bu ona ağır gələrdi. Hətta buna deyir, gücü çatmazdı deyir. Yəni, ən yüngül bədən üzvlərindən tərpənən dildir. Üzərinə tərtib olunan savab ən əzəmətli savabdır. 25-ci Ennel a'ta'a vel fadla ellezî ruttibə aleyhi lem yurattab ala gayrihi minel a'mal. Zikrə görə vəd edilən mükafat və fəzilət başqa əməllərin heç birinə bu şəkildə və bu dərəcədə vəd edilməyib. 26-cı Ennə دوام الذكر الرب تبارك وتعالى يوجب الأمان من نسيانه الذي هو سبب شقاء العبد في معاشه ve معاده. Davamiyyətli şəkildə zikr etmək insanı Allahı onu unutmaqdan qoruyur. Nə deməkdir bu söz? Davamiyyətli zikr edən insanı Allah unutmur. Halbuki Allahı, yəni insan Allahı unutmur. Allahı unutmaq bəndənin həm dünya həyatında, həm də axirətində bədbəxt olmasına səbəbdir. Nə demək istəyir İbn Qayyim? İnsan Allahı zikr edəndə bu səbəbdir ki, sən heç vaxt Allahı unutmursan. Allahı unutmaq bu dünyada və axirətdə həqiqi mənada bədbəxtçilikdir deyir. İnsan Rəbbini unutdusa, artıq həlakdır bu dünyada, bədbəxtçilik və axirətdə də həlakdır. Allah Subhanahu İmam İbn Qayyim deyir ki, فَإِنَّ نِسْيَانَ رَبِّ Rəbbi unutmaq yucibu nisyana nefsihi və masalihihə. Allahı unutmaq insanın özünü və öz mənfəətini unutmasına gətirib çıxardır. İnsan Allahı unudanda özünü də unudur və onun məsalihləri, mənfəəti, məsləhət hardadır artıq bilmir insan. Səbəb zikir edib etməyib Allahı unutduğuna görə. Allah Subhanahu ve Teala ayədə deyir: "Və la takunu kellezina nasullaha fa'ansahum anfusahum ulaika humul fasiqun." O kəslər kimi olmayın ki, onlar Allahı unutdular. Allah da onlara özlərini unutturdu. Bu fayda başa düşüldü İbrahim. Sən Allahı zikir etməyəndə unudursan Allahı. Allahı unudandan sonra Allah Teala elə edir ki, sən özünü unudursan. İnsan da özünü unudanda bütün xeyrin qapıları bağlanır. Yəni sən artıq bilmirsən normal şeylər hardadır. Normal düşüncə hardadır, məsləhət hardadır, mənfəət hardadır. Niyə? Sən Allahı unutduğuna görə Allah da sənə bu kimi şeyləri unutturub. 27-ci Enne zikra nurun lizzakiri fid dunya ve nurun lehu fi qabrihi ve nurun lehu fi maadihi yes'a beyne yedeyhi ala sırat. Zikir edən şəxs üçün dünyada bir nurdur, qəbrində bir nurdur və axirətdə onun üçün bir nurdur. Elə bir nurdur ki, bu nur sırat üzərində onun önündə gedəcək. Sıratdan getməyəcəksən, zikir sırat üzərində sənin önündə gedəcək. Nur, işıq saçacaq. Yəni axirətdə də nurdur. İbn Qayyim deyir ki, فَمَسْتَنَارَتِ الْقُلُوبُ وَالْقُبُورُ بِمِثْلِ ذِكْرِ اللّٰهِ تَعَالَى. Allahu Akbar. Qəlblər və qəbirlər Allahın zikri qədər heç bir şeylə işıqlanmayıblar deyir. Qəlblər və qəbirlər, qəbirdə də nurdur. Allahın zikri qədər heç bir şeylə işıqlanmayıblar deyir. Allahu Akbar. 28-ci Enne zikra şifâul qalb və dəvauhu. Zikir qəlbin şəfası və dərmanıdır. Qəflət isə vəl qaflətu maraduhu. Onun xəstəliyidir. Fəl-qulubu məridatun. Qəlblər xəstədir. Və şifauha və davauha fi zikrillah. Və onun şəfası və dərmanı Allaha zikir etməkdədir.
Ennə zikra, növbəti fayda, aslu muvalatillahi azza və cəllə və rəsuha. Vəl-ğaflətu aslu muadatihi və rəsuha. Zikir Allahın dostluğunu və dostluğunun və yaxınlığının əsası və başıdır. Qəflət isə Allahdan uzaqlaşmağın və ona qarşı düşmənçiliyin əsası və başıdır. فَإِنَّ الْعَبْدَ لَا يَزَالُ يَذْكُرُ رَبَّهُ عَزَّ وَجَلَّ حَتَّى يُحِبَّهُ فَيُوَالِيَهُ. Çünki insan Rəbbini zikr etməyə davam etdikcə Allah onu sevər və onun dostlarından olar. وَلَا يَزَالُ يَغْفُلُ عَنْهُ حَتَّى يُبْغِضَهُ فَيُعَادِيَهُ. Eləcə də Allahdan qafil olmağa davam etdikcə, yəni zikirsiz qalıb qafil olmağa davam etdikcə ondan uzaqlaşar və ona buğz edər Allah subhanahu və teala. Həmçinin faydalardan İnnə cəmi'əl ə'məl innəmə şuri'ət li iqaməti zikrillah. Bütün əməllər yalnız Allahın zikrini iqamə etmək üçün təşri edilib. Qardaşım, şəriətdə nə qədər əməl var? Hamısının təşri edilməsinə, buyurulmasına səbəb sən Allahı zikr edəsən. Zikr üçündür. Allah subhanahu və teala ayədə deyir və aqimis salətə li zikri. Məni zikr etmək üçün namaz qıl. Deməli, namazın təşri edilməsinə səbəb Allahı zikr etməkdir deyir. Və bütün əməllərin təşri edilməsinə səbəb deyir Allahı zikr etməkdir. İbn Qayyim deyir ki, ənə afdalə əhli kulli əməlin əksəruhum fihi zikran lillahi azza və cəllə. Hər bir əməl əhlinin ən fəzilətlisi həmin əməl əsnasında Allahı ən çox zikr edəndir. Hər bir əməl əhli. Qardaşım, fikir ver, deyir ki, fəafdalu suvvam əktəruhum zikran lillahi azza və cəllə fi sovmihim. Oruç tutanların ən üstünü oruclu vaxtı Allahı çox zikr edənlərdir. Və afdalul mutasaddiqinə əktəruhum zikran lillahi azza və cəllə. Ən üstün sədəqə verənlər sədəqə vaxtı Allahı ən çox zikr edən insanlardır. Və afdalul hüccac, həcc edənlərin içərisində ən üstünü əktəruhum zikran lillahi azza və cəllə. Ən çox Allahı zikr edəndir. Həclərdən ən üstün kimdir həci? Kim ki həcc vaxtı Allahı ən çox zikr edib. Sonra buyurur faydalarından ennə zikrallahi azza və cəllə yuzhibu anil qalbi məxavifəhu kulləhə. Allahu akbar. Allahı zikr etmək qəlbdən bütün qorxuları, məxavif uzaqlaşdırır. Bütün qorxuları uzaqlaşdırır və təhlükəsizlik və arxayınlığın əldə olunmasında ən qəribə bir təsiri var deyir. Allahı zikr etmək. Deyir ki, وَلَهُ تَأْثِيرٌ عَجِيبٌ فِي حُصُولِ الْأَمِنِ. Əminamanlıq yoxdur, təhlükəsizlik, əminamanlıq. Zikrin deyir, əminamanlığın deyir, bərpa edilməsində, gəlməsində təəccüblü təsiri var deyir. Yəni, qəlbdə olan bütün qorxunu aparır deyir. Ona görə fikir verin, zikr edən insanlar ki var, Allahı çox zikr edir. Onları ümumiyyətlə heç nədən qorxutmaq olmur. Məsələn, sən gəlib zikr edənə deyə bilməyəcəksən ki, qardaşım, məsələn, 2030-cu ildə falan şeylər hazırlayıblar. Məsələn, filan xəstəlik gəlir. Məsələn, qiymətlər qalxıb. Məsələn, biri var. Məsələn, nə istəyirsən? O insanlar var, axı onların canına qorxu düşür. Bəzi şeylərdən söhbət eləyəndə. Niyə? Zikirdən qafildir ona görə. İmam İbn Qayyim deyir ki, zikir qəlbdə olan bütün qorxunu aparır deyir. Və əminamanlığın gəlməsində təəccüblü təsiri var. Vallahi düz deyir. Sən sahabələrin qəlbində qorxu tapmazdın. Tabinlərin qəlbində qorxu tapmazdın. Ətbəy tabinlərin qəlbində qorxu tapmazdın. O qədər zikr edirdilər ki onlar. Gecə gündüz Allahı. O qəlbdə heç vaxt qorxu ola bilməz, heç vaxt. Problem hardadır? Qəlb zikirsiz qalıb, xırda şeydən qorxur. Ona görə fikir verin, o qara pişikdən qorxanlar var, 13 rəqəminin nəs olmasından, 666 şeytan rəqəmidir və s. bu kimi xırda bir... Sən onları həyatına sadəcə qıraqdan bax, o adam ömrü boy Subhanallah deməyib. O adam ömrü boy Elhamdülillah, La ilahe illallah deməyib. Araşdır həyatını,
Ola bilsin akademikdir, professordur. Dili bir dəfə subhanallah deməyib. Ona görə pişikdən də qorxur. Ona görə maşında gözü mumcuğa asır. Deyir 15 manatlıqdır, bahalıdır deyir. Bu daha çox qoruyacaq. Gözdən qorxur. Araşdır həyatını. Vallahi zikir yoxdur. Amma müsəlman İbrahim zikr edən. Qardaş, sən səhər axşam zikrini edirsən, namazdan sonra zikirlər, gündəlik zikirlər, yemək yeyəndə bismillah, evə girəndə, evdən çıxanda. Ömrü boyu qəlbinə qorxu düşməz o insanın, ömrü boyu. Mümkün deyil. Ona görə deyir ki, ənnə zikrallah yudhibu anil qalb məxavifəhu kulləhə. Qəlbdə olan bütün qorxunu aparır deyir. Bütün qorxular qəlbdə daxı. Hamısını aparır. Aclıq qorxusu var yoxsa yox insan qəlbində? Birdən ac qalaram. Aparır. Aparır. Bütün problemlərin əsli qəlbdə olan zikri etməyib qəlbin qorxusunun, qəlbə qorxunun gəlməsidir. Deyir ki, فَلَيْسَ لِلْخَائِفِ الَّذِي قَدْ اشْتَدَّ خَوْفُهُ أَنْفَعَ مِنْ ذِكْرِ اللّٰهِ عَزَّ وَجَلَّ. Qorxusu şiddətlənmiş bir insan üçün Allaha zikr etməkdən daha faydalı bir şey yoxdur deyir. Hə? Qorxusu şiddətlənmiş bir insan üçün qorxu gəlməyib. Deyir, Allaha zikr etməkdən onun üçün daha faydalı bir şey yoxdur deyir. Qardaş, zikr elə qorxunu əridib aparsın. Sonra deyir ki, İz bihəsəbi zikrihi yecidul əmnə və yazulu xavfuhu. İnsan Allaha nə qədər çox zikr edərsə bir o qədər əmin olar və qorxusu bir o qədər yox olar. 32-ci fayda ənnə dural cənnə emin tubnə bizzikir. Cənnətdəki saraylar, ev və evlər zikir vasitəsilə tikilir. İbrahim, sən zikr etmirsən burada Allahı. O zikir səbəbdir səndə cənnətdə evlər, saraylar tikilir. فَإِذَا أَمْسَكَ الذَّاكِرُ عَنِ الذِّكْرِ أَمْسَكَتِ الْمَلَائِكَةُ عَنِ الْبِنَى. Zikr edən şəxs zikirdən dayandıqda mələklər də tikintini dayandırır. Yəni buna səbəbdir. Bu deyəsən axırıncıdır. İnnə kəsrətə zikrillahi azza və cəllə əmanun minən nifaq. Allah'a çox zikr etmək münafiqlikdən əmin olmaq üçün səbəbdir. Fə innəl münafiqinə qalilu zikr İbrahim. Münafiqlər Allah'a az zikr edirlər. Allah subhanahu və teala onlar haqqında deyir ki, وَلَا يَذْكُرُونَ اللّٰهَ إِلَّا قَلِيلًا. Onlar Allah'a çox az zikr edirlər. Ona görə İmam İbn Qayyim rahimehullah deyir ki, zikir, çox zikr etmək nifaqdan, münafiqlikdən əmin olmağın üçün səbəbdir. Yəni sən artıq bilirsən ki, səndə nifaq yoxdur. Sən münafiq deyilsən əgər çox zikr edirsənsə. Ka'b sahabə radiyallahu anhu deyir ki, mən əksara zikrallahi azza və cəllə bəriyə minən nifaq. Kim Allah'a çox zikr edərsə nifaqdan uzaq olar, bəri olar, əmin olar. Yəni çoxlu zikr etmək nifaqdan əmin qalmaqdır. Bax bunlar hamısı indi orada İbrahim orada çox idi. Vabil Sahib kitabında faydalar çoxdur orada. Nə qədər dedi? 100-dən çoxdur deyir. Zikrin faydası. Biz sadəcə olaraq oradan mən bir neçəsini yığmışdım özüm. Onu sizlərə oxudum. Belə hesab edirəm ki, başa sala bildim yəni əsas faydaları. Allah'tan istəyirəm ki, dinləyənlər və baxanlar üçün faydalı etsin. Və sallallahu və səlləmə və barak alə abdihi və rasulihi Muhammed.